İlk dəfə biləndə, bilməm, bunu sözlərlə ifadə eləyə bilərəm yəqin ki. Elə bil ki, dünya başıma yıxıldı. O dərəcədə bu ağır bir şeydir ki, sanki sənə gəlib deyirlər ki, sən bu günə kimi başqa cür yaşamısan, bu gündən etibarən sən artıq elə yaşamayacaqsan. Müəyyən qədər bir komfort zonadan səni güclə çıxardırlar. Sən çıxardırlar və səni elə bir yerə qoyurlar. Sanki əlimə Sofiyanı verib belə bir səhraya atdılar məni. Mən bilmirdim ki, oradan çıxış yolu necədir? Ümumiyyətlə oradan çıxış yolu varmı? Çünki ilk öncə insan düşünür ki, bu uşağın gələcəyi necə olacaq? Bu uşaq ümumiyyətlə kimdir? Mən Sofiyaya qədər heç vaxt Down sindromlu insan görməmişəm. Sofiya mənim gördüyüm ilk Down sindromlu uşaq idi ki, mən onu sanki mənim qucağıma verildi o. Və ilk baxışlarda böyük çətinliklər çəkdim bunu qəbullanmaq üçün. Ki, mən artıq həyatım dəyişdi mənim və mənim belə bir övladım var. Bunun qəbullanmaq çox çətindir. Asandır deməyəcəm. Necə qəbullandınız o dönəmlər? Baxın, o çətinliklər dönəmini aşmaq var da. Qəbullanmaq üçün araşdırmaya başladım. Baxdım ki, İtaliyada bir xanım bir oğlan tərbiyələmişdi, oğlunu. Gördüm o ali təhsil alıb. Sonra Rusiyada gördüm bir uşaq qarşıma çıxdı. Gördüm ki, danışır, çox gözəl özünü ifadə eləyir. Yəni sanki birdən mənə belə bir hiss gəldi ki, yəni bu insanlar bacarıbsa, deməli bu mümkündür. Həmən o işığı gördüm də, tunelin sonundakı işığı. Dedim, yəni bu mümkündür deməli. Çünki maraqlı bir şeydir ki, siz Down sindromu haqqında axtarışlar baxanda orada elə bir uşaqlar çıxır ki, mənbələrdə. Yəni nəinki ona sevinə bilərsən sən. Hətta sanki ümumiyyətlə bu planetlə əlaqəsi yoxdur. Yəni o gözlərdəki o ifadə sənə ümid vermir. Ümid vermək üçün yaxşı nümunələr görməlisən. Bax, o nümunələri görəndən sonra mən başa düşdüm ki, eləyim, mən də başlayım, mən də inkişaf elətdirim, bəlkə bacardım. Yəni o da insandır, mən də insanam. Niyə də bəlkə bacardım mən də.